da, namusu da, gayreti de bu torpaktır. Bu torpaktan kim kalacak? Mehdi meydana kalacak. Azərbaycan ordusunun hərbi qulluqçusu əskər Hüseynov Ceyhun Tofiqoğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşmüş. Uzunda naməlum şəraitdə itkin düşmüş Azərbaycan ordusunun hərbi qulluqçusu əskər Hüseynov Ceyhun Tofiqoğlunun nəşi bugün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərrur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Ceyhun Hüseynov vəfat edəcək yaşda değildi. Onun həyatı hələ qarşıdaydı. Ən yüksək səviyyədə dil biliklərinə, savada malik bir gənc idi. Arzuları vardı. Elə hərbi xidmətə getmək də o arzuların önündə gəlirdi. Getdi, nümunəvi xidmət göstərdi və hərbi xidməti başa çatmağa 20 gün qalmış. 20 gün qalmış. Verilən məlumatlara görə, hərbi hissə komandirinin verdiyi məlumata görə, dediyi ifadəyə görə Ceyhun postda erməni ilə üzbəüz torpağını müdafiə edən zaman kənardan asılan güllə ilə, kənardan asılan, indi kənardan asılan güllə ilə dünyasında vətən yolunda, postda, torpağı yolunda canından keçir.